Dedim bəxtim gətirdi, şükür olsun Allaha. Suyumun qabağını kəsibdi, yetdi başdı əcdaha. Yetdi qaynım olmaqdansa, yetdi düşmənim olsun. Səni mənə versələr, dünyalar mənim olsun. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Səni mənə versələr. Qızım, başa düşmürəm. Birdən-birə sənə nə oldu ki, belə qərar verdin? Yorulmuşam ya ətə. İşlətmək istəmirəm dükkanı. Birdən sənə fətvə deyərlər ha orada. Mənim xəbərim olmaz ha Nazlı. Yox, elə şey yoxdur. Özünüz demirdiniz ki, işləmə. Mən də evdə otururam da işləməyəcəm. Bundan sonra kompot da bağlamayacağım, turşu da qoymayacağım. Biraz dincəlim, özümə gəlim, ev işlərindən məşğul olacağım. Mən tanıyan Nazlı belə qərar verməzdi. Yəqin məsələ ciddidir ata. Sən nə fikirləşsən ata? Nə fikirləşəcəm? Ata da fikirləşməyə baş qoyunsuz qala. Hər gün biriniz bir təzə xəbərlə üstümə gəlirsiniz. Az da yəni buna göz yuma bilmərəm də mən. Yəni mənim mamamı sən qova bilməzsən də oradan. Yəni deməli tanımamışam səni. Yaxşı, nə deyim? Mama necəsən? Təzyiqin düşdü? Yaxşısınız? Aynen sən nə demək yaxşısan? Əsas sən yaxşı ol, mən balam. Məndən zərəri yoxdur. Babatam, dərman içdim, təzyiqim düşdü. Ürəyimsən. Yaxşı olacaq hər şey. Aliyə mənə hər şeyi danışdı. Mən Nazlıdan belə şey gözləməzdim də. Yəni demək ki, bu günə kimi o qızı tanımamışam. Bax, səndə də günah var da. Sənin nə işin var axı onun dükandayım ama? Qurban olun Xəzər, yadıma salma, yadıma düşəndə əsəbləşirəm. Yaxşı, sakit. Dedim onu başa salan yoxdur. Gedim bir danışım, söhbəti yoluna qoyum, olmaz. Aliyə, bax, sən də kaş ki mamamı aparmazdın da ora. Yəni mən bilsəydim ki, sən belə kömək eləmək istəyirsən. Nə kömək? Kömək nədir? Ay Xəzər, bəsdir də, görmürsən, yenə əsəbləşir, təzyiqi qalxacaq. Düz deyirsən. Mama, səndən artıq dərəcədə xahiş edirəm. Nazlının dükanına getmə, yaxşı. Görsən ki, qabaqdan 5 metr uzaqdan gəlir, sən yolunu dəyiş də, xahiş edirəm səndən, yaxşı? Yəni onu görüb əsəbləşmə də. Doğrudan da o qızı ilə bilməzdim. Məni dükandan qovdu. Yaxşı da, mama. Qovdu məni dükandan. Yaxşıdır.
Boy, boy. Be. Yaşar, nə qəşəng yaraşır sənə maşında sənə. Ay qız, sən çöldə nə itin azı? Gördüm maşın səsi gəlir, bizim qapıda saxla, dedim görüm kimdir. Evdə o qədər kişi var, onlar çıxsın da sən nəyə çıxırsan? Yaxşı da Yaşar da, onsuz da həyətdə idim də. Dünya dağılmadı ki. Həm də sual vermək istəyirəm, fikrimi yayındırırsan. Hə. Mənə bax, ay evimin yaraşığı, ay gözümün işığı. Nə qəşəng maşındır, təzə almısan? Ay qız, mənim maşınım deyil deyirəm. Müştərinin maşını dedi ki, qoy bir-iki gün qalsın sizdə. Eyb yoxdur, sənin deyil. Mən də sevinmişdim ki, ərimin maşını var. Eyb yox, nə olar? Əsas odur ki, bizim qapıdadır. Qoy bundan selfie çəkim. Ürəklər patladı. Əylənin nömrəsi düşməsin. Yaxşı, sən belə dur. Dur, yanında Yaxşı, dur. qoy bir ilə keçim, çək. Yoxdur, sən də çəkim də. Maşın bonus, ömür gün yoldaşım. Deyən, Yaşar, belə dur. Yox, buradan yaxşı düşmürsən də, ged oradan dur, orada dur. Hə, yaxşı, sən can tez çək biraz. Elə nömrəsi düşməsin maşın. Yaxşı, deyən bir dəqiqə. Deyən, yaxın dur. Şey. İçində də çəkim də. Eləmə, içinəməyim mən, içinə girmə, cəmaatındır. Gözə görün maşın yiyəsin deyəsən sən geliyin. Aç da. Nazlar da qaldı, gəlsin də. Nərmin gəlib dalıca. İndi harda olsa gələr. Bilirsiniz də, sizi bura niyə yığmışam? Dükkanın məsələsini həll eləməyə. Kim oturacaq dükkanda? Hə, doğrudan o məsələni həll eləmək lazımdır ata. Dükkanda adam oturmalıdır. Mən o sözü dedim də, sən mənim sözümü niyə təkrarlayırsan? Sözümə qüvvət olsun deyənə dedim, niyə əsəbləşsən ki? 7 qardaşsınız da, biriniz otura bilmirsiniz dükkanda. Ayda 7 qardaş deyəndə ki, Yaşar otura bilməz. Hər an müştərisi zəng edə bilər. Araz da gələ bilməz, çünki təzə işə düzəlib. Nişanından sonra mən onu görə bilmirəm, yoxa çıxıb. Yəqin məsuliyyəti artıb da, ha? Olar. O qara söyləyen birini verdi. Mənə bax sizi. Yox, mənim deyil, qurban olum. Bax, bilirsiniz ki, mən hesablama işində sıfıram da. Alladı beləcəklər mənim pulda, sonra deyəsiniz ki, Nəcib bizi ziyana saldı. Mənim ki, mahnı oxumaqdır. Oxuyun mahnı nəsə. Yox, lazımdır. Xahiş edirəm, mənə baxmayın. Mən bütün günü fermada oluram, vaxtım yoxdur mənim. Mənə baxmayın, mən dedim axı, fermada oluram, bütün gün heyvanlara baxıram. Mənə niyə baxırsınız ki? Mən ağsaqqalım, Ata, mən gedib yana bilmərəm orada. Gedər əməyə getməyinə, kimlərsə sözüm çəpləşər, sən bilirsən də mən başdan biraz xarab adamım. Elə yaxşısı nəbədir. Mən dedim də, mən heyvanlara baxıram, fermada. Mənə vaxtım yoxdur, ya, bir dəqiqə vaxtım yoxdur mənim. Qardaş, xəstə heyvanlara baxırsan da. İynəsi dərmanı lazım olanda gəlib verib gələrsən, iynəni vurub gələrsən də. O işə mən özüm nəzarət eləyərəm. Bir də ki, bütün heyvanlar xəstə olmur ki. Qardaşın düz deyir də. Bir də ki, elə dükkanı ofis kimi də istifadə edə bilərsən də, heyvanları ora gətirib orada müalicə edə bilərsən də. Nazlı dedi ki, mən yemirəm, sizdən iş olsun. Olmadı ki. Bazım yemirsə, mən bir tükədə boğazımdan keçməz edim. Mən qınamıyorum. Nazlı tək işləməkdən yox, deyəsin yeməkdən də küsüm. Deyirəm, bəlkə kimsə dükkanda xətnə dəyib bunu. Ölmüşük ki. Nazlıya söz deyənin dilim boğazından çıxararam. Özə bilirsən də, indi Nazlıya kim söz deyə bilər axı? İndi qadın da, qız da, hamısı sərbəst işləyə bilər də. Qadınlarla kişilərin statusu eynidir. Hər kəs sərbəst ola bilər, hamı bir-birinə hörmət edir. Düz. Bax, ata söz və qüvvət.
Əgər elə şey olsaydı, Nazlı onu çoxdan pay vermişdi o adamı. Mən bilmirəm də, Nazlı tanıyıram mən. Deməyəcəyim. Amma səbəbini araşdırın, görüm qızımın xətrinə kim dəyib. Hətta əgər icazə verirsənsə, deyirəm o araşdırmaq üçün bizim bu gəlinlər baxsınlar. Bunlar belə şeydə yaxşıdırlar. Siz heç narahat olmayın. Detektiv Nərmin onu bir gün içində tapar. Görürüm. Xəzər! Xəzər! Üzünü görək qonşu. Neçə vaxtı görünmürsən. Hə, sevindim mən görməyə. Biraz başım qarışıqdır. Başın qarışıq olar da, day. Nəysə, səninlə bir məsələ haqqında danışmaq istəyirdim. Xeyir olsun, nə məsələdir öyle? Nazlı haqqında. Vaxtın var? Mənim səndən Nazlı haqqında danışacaq sözüm, söhbətim yoxdur. Mən öz söhbətimi Nazlı ilə özüm danışacağam. Sən narahat olma. Can. 7 qardaşın ən üzü yolası, ən ürəyi təmizi, ən sözə baxanı. Yenə əfəlliyiblər sən bura? Bura kimi yaxşı gəlmişdim, bu əfərlənmə söhbətində o şey elədim. Həm də nə olub, öz dükanımızda bu. Başqasını deyir ki. Hə, elə mən də onu deyirəm də. Ay nə biçim, öz dükanımızda, hamımızın dükanıdır. Amma nədənsə sənin qabağa verirlər. Hamının işi işdir, mənim nə biçim işi iş deyil də, hə? Bax, ürəyim, gəl mən qulaq as. Əslində mən buranı ofis kimi işlədə bilərəm. Bax, kimisə pişiyi, iti, xəstələsə gətirə bilər də bura. Başqa yerdə iş edirəm ki. Amandır. Ailənin ayağını yerə vermə, yaxşı? Özü mənim nəyimə lazımdır, mən sənə görə deyirəm də. Mən otururam qəşəng evdə, ayağımı uzadıram, öz kefimdə. Sən də yemək gətir. Oydu, nə qəşəng, nə bir nacılmışam. Deyirəm ki, bu həyatda, ürəyim, sən həmişə məni fikirləşmirsən də, doğrudan çox sağ ol. Yaxşı ki, onu bilirsən. Bilirəm, o üstü də bu. Bu nədir? Nə? Bu nə tutuqşudur? Bu şeydir də, pullu xəstəndir, tanış ol. O nə deməkdir? Belə deyək də, deməli bunun valideynləri, bu tanışımın valideynləri gəlib onun üçün tutquşlar alıb, babuları alıb gətirib. Satıcı alladıb, deyib ki, danışandır. Gətiriblər evə görə danışmır. O da gətirib mənə yalvar yaxarıb ki, sən can neysə elə bu danışsın da, hörməti də eləyəcəm. Getsinlər başqasını alsınlar da, nə vacib? Yox da, istəmir də, imin istəyir ki, bunlar danışsın. Neyin elədir başqası? Yəqin örgəşib də ona görə. Yəni, neynəyəcəksən? Peki danışdıracağım da, indi məcbur olsam, nəsə bir də yol tapıb danışdırmalıyam da. Deyirəm, işin gücün yoxdur ya, nəbi? İş gücündə yaxşı pul verir, 1000 manat pul verir, az pul deyir. 1000 manat pul verir? Nəbi, nə inirsən, eləyirsən, bax bu quşları danışdırırsan. Əgər sən bu quşları danışdırmasan, mən səndən danışmayacağam. Özdə danışdırırsan, o 1000 manatı da alırsan, sonra verirsən mənə, səhv görmüşəm ki, bunu alacağam. Nəmiş? Məhəbbətin ilk baharı, ay mənim nazlı baldızım, canım gözüm. Bax, sənin niyə keyfin yoxdur? Bu otaqdan da çıxmırsan. Bax, ay Nazlı, sənin keyfin olmayanda bu evdə heç kimin üzü gülmür. Yaxşı sənə. Heç nə olmayıb, şəkər yaxşıyam. Bax, yemək yemirsən, heç olmasa bir çay iç. Bax, sənə çay gətirim, özdə indi dəmləmişəm. Özdə bacın əllərlə pişirib qəşəng, bax. Qoxusuna bax. Gör nə gözəldir. İstəmirəm. Niyə? Ürəyim istəmir də şəkər. İstəsəm özüm götürərəm. Çox sağ ol. Bax Nazlı, mən səni illərdir tanıyıram, amma belə görməmişəm. Nə olub sənə? De görüm, kimdir səni bu vəziyyətə salan? Nə olub? Heç nə olmayıb, yorğunam. Yorğunsan? Yox. Yəni bir qız yorulmaqdan bu hala düşə bilməz. Hələ sənin kimi bir qız ümumiyyətlə. Düzünü də görüm nə olub. Bax, mən sənin qardaşın arvadıyım. Qardaş arvadı bacı deməkdir. Başa düşürsən? Amma heç kim anaya yerin verə bilmir axı. Ürəyimdə ancaq anamla dərdləşirəm şəkər. Başqa heç kimdən. Nə deyim ay bacım? Bax, mən sənin dərdini dinləməyə hazıram, bilirsən də. 7-24 WhatsApp-ım açıqdır. İstədiyin vaxtı mənə vızıb ata bilərsən, gedirəm.
Hə, gördüm onu bu gün. Özünü elə qəribə aparır. Deyirəm, bax baxarsan bu söhbətə nəsə başqa iş var. Üzə çıxacaq, bax görərsən. Siz dünyanın en güzel tutukuşusunuz. Ne olur danış da. Bak ne güzel kız senden danışır. Ayala sen ne güzel şeysin. Danış da ne olur sep alacağım özüme. Hiç olmazsa birimiz danışın. Ay tutukuşu. Denen nermiş? Nermiş? Sakit bir dənə, sakit. Səsini çıxartma. Ha. Sakit. Salam mənim süni intellekt sirdaşım. Təcrübə mənə köməyin lazımdır. Neyinirsən ay nəbi? Nətən neyinirəm? Mənim şeydir, bu ağıl verənimdir bu. Süni intellektdir bu. Deyəcək o neyinmək lazımdır. Görək də hələ indi salamlaşdım. Ha? Cavab verdi. Salam, sənə necə kömək edə bilərəm? Nə olub? Danış. Mən istəyirəm tutuquşuları danışdırım. Mənə köməyin lazımdır. İndi cavab verəcək o. Hə, ağzına cavab vermir. Bu neçə gün eləyərdin də. Cavab verdi. Tez danışmağa başlamağı üçün ən effektli metodları ən aydın və praktik şəkildə deyirəm. Birincisi, danışmayan tutuquşuların problemi çox vaxt səs-küy, diqqətsizlik, qəfəsin yanlış yeri olur. Quşu stressdən uzaq tut. Onun qəfəsini sakit, yuxarı gün düşən tərəfə qoy. O nə danışır ha? Gün düşən... Abi, qışda gün olur ki, yəni burada danışır deyir, gün düşən tərəfə. Aha, sonra? Tutuquşular insanın mimikasını və ağız hərəkətini izləyərək öyrənir. 2-3 santim məsafədən sakit şəkildə üzünə baxıb danışdırmaq çox effektlidir. Yaxşı. Salam. Salam. Ay çəkər. Hay Çay nə oldu? Çay gözdə 5 dəqiqə hazır ol. Görüm qapını döyən kimdir. Gör kim. Salam. Salam, buyurun. Bir şey soruşum. Bu qapıdakı maşın kimə aiddir? Əvvəla salam əleykum, xoş Salam. gəlmisiniz. İndi xanım, maşın əgər bu qapıdadsa, deməli bu qapıya, bu evə aiddir də. İnanmıram maşın sizə aid olsun. Çünki o maşını mənim yoldaşım bir qadın alıbdı. Uy, sevgilisini alır. Ay xanım, siz qarışdırırsınız, yəni elə şey ola bilməz də, danışırsınız siz. Yox, baxın. Qadın budur, nömrəsi də budur. Cavab ver də Yaşar. Mən nəyə cavab verim, bir dəqiqə dayan da sən. Qarışdırırsınız xanım, qarışdırırsınız. Yox, mənə sübut lazımdır ki, bu maşın kimə aiddir? Kimin adınadır? Xanım, sözün düzü, bax, mən sizin ərvizi tanımıram. Yəni, ona görə də mən heç bu maşın haqqında ümumiyyətlə sizə məlumat verə bilmərəm. Əgər bu qapıdadsa, bu evində xahiş edirəm, gedin öz işinizlə məşğul olun, şəkərini yola salda, yaxşı deyil, ayıbdır. Mən qapını aç. Nəbi, necəsən? Sağ ol, sən etərsən. Ay Allah, nə qəşəng quşlardır bunlar. Kimindir? Şu uzun məsələdir, bacı. Sən xeyr ola burada. Hesabat var, onu eləyib gedəcəm. Doğrudan. Hə. Gəl. Kesin danışacağım. Danışandır ki, bunlar. Görək də, hələ görək. Qulaq as. Şeydir, hesabata gəlmişdin deyirsən. Nə olur, otur onda şeylə də hesabatı ilə. Mən də bir də bunları aparım da həkimin yanına. Gec gələcəksən. Nə bilim, 15-20 dəqiqə olar. Tez get gəl. Şey olur. Qulaq as, o yeməyi də bir də qızdırarsan da, yaxşı. Allah yetirdi sən. Şurada dönər, nə yaxşı gəldin, nə sən? Ay Nəbi, hardasan?
Mən hesabatı eləyib qurtardım. Gəl təhvil təslim eləyim, çıxım gedim evə. Tez ol, gözləyirəm. Nazlı xanım, dilinizin altındakı şəkərdir, yoxsa istiyotdur? Baxır adamına. Ha. Eləm heyf ki, sən düşündüyüm xasiyyətdə çıxmadın da. Elə sən də mənim düşündüyüm xarakterdə adam deyilmişsən. Mən elə sənin düşündüyün xarakterdəyəm. Amma sən elə deyilmişsən. Lap yaxşı, onda çıx get də. Hə, gedirəm onsuz da, burada qalmaq fikrim yoxdur. Sən mənə əsəb idin, mamamdan nə işin var, hə? O yazıq qadın bura gəlib ki, aramızı düzəltsin. Xəzər, orası elədir ya, amma sən... Nə əmma, nə əmma. Əmmadan sonra deyəcəyin söz nə elədiyin hərəkəti düzəldir, nə də özünə haqq qazandırır. Əgər sənin, mənim mamamı buradan qovacaq qədər gözün dönübsə, heç bundan sonra kəlmə kəsməyimizin adı yoxdur, eşitdin? Bu hərəkətini nə yadımdan çıxardacam, nə də səni bağışlayacam. Yadında saxla bunu. Anası gəlir bura sevgilisindən arasını düzəltmək üçün hələ gəlir mənə söz deyir. Ay şəkər, gəlməyib də elə gülü gəlsin deyəcəm. Yaxşı, sağ ol, gəldi. Davay. Nə olub, yenə niyə çağırmısan məni? Az utanmırsan. Adam elçisindən belə danışar. Elit adamı zəhləsini tökəndə danışır. Deməli, Aygüllü, bizim bir narahatçılığımız var. Nə olub? Nə olub? Bax, mənim bu canım baldızım, Nazlım. Bax, onu kim ağlar günə qoyub, Ay, kim onu... yaxşı. Pafusumu qoy qırağa, başa düşdüm, narahatsan. Hə? Deyirəm, Nazlının sevgilisi var, ona görə belədir. Onu ağlar günə qoyanı mən ağlar günə qoyacam, amma bundan artığını bilməsən də olar. Elə deyirsən. Deyirəm, Aygüllü, bax, eltim olmaq istəyirsən, bizim ocağa gəlmək istəyirsən, amma əsəbləşdirmə də, aramızda problem olmasın. Bax, sən deməsən, mən gedəcəm, sənin anava deyəcəm ki, Nəciblə Güllü sevgilidir. Sən mənə hədə qorxu gəlirsən, hə? Şantaj edirsən sən məni. Elti deyir, buradan da... Oo, sizi həmişə belə mehriban görüb. Nə yaxşı mənsiz görüşmüsünüz. Nəcib, sən Allah, oradan baxanda mehribana oxşuyuruq. Qardaşımın arvadı mənə hədə qorxu eləyir. Məbun bazı, səndən heç gözləməzdim. Canım mənim qaynım, altıncım, sənin bu sevgilin Nazlıya bilir nə olub, amma demir. Güllü, bilirsən nə olub, Nazlıya demirsən? Demirəm, deməyəcəm də. Deyib demirəm, deməyəcəm də. Elə ol da. Yaxşı, özün bilərsən. Mən indi gedirəm. Sən yaxşı-yaxşı fikirləş. Deməsən əgər. Axşam gələcəm evinizə. Bax, anava deyəcəm ki, Nəciblə sən sevgilisən. Ciddi sağ olun. Elə şey eləmi? Ay Nəbin bacı, elə eləmə atamla Arifi qarışdırmışam. Özdə mənə bax, Güllünü götürüb qaçacam, hamısının günün qarı eləyəcək ya. Necə hədə qorxu da elə. Sənin adın gələndə çəkinirlər də, gözlərin odunu almısan. Hələ mən bunların gözlərinin odunu almışam belədir. Gör, almasa nə eləyərlər Mən adama. baxım, mamam bilsə çox pis olar. Hə. Bir dənə danışın bir dənə. Bax bir dənə salam deyin, salam. Bax salam. Salam. Ay sağ ol, su iç sonra deyərsən. Bax sən deyirəm bir dənə salam. Salam deyirəm bir dənə. Bir dənə deyin nə be, salam. O danışmayanda suyunu dəyişin deyirlər. Bax dedikdə siz dəyişə bilmədim mən. Hə, Ulan suyunu dəyişmək lazımdır. Ona görə danışmırlar bəlkə də. İndi bax gedirəm suyunuzu dəyişməyə. Suyunuzu gətirəndən sonra başlayırsınız mənimlə danışmaya. Yaxşı? Yaxşı. Burada olun ha.
Gəldi sular. Hə, məşq eləyək. Harda qalmışdı? Hə, deyin indi mənə. Nəbi, necəsən? Nəbi, danışın indi. Danışın. Təzə söz öyrənəndə birinci qaranlıq otağa aparmaq lazımdır. Sakitcə 5 dəqiqə eyni sözü təkrarlamaq lazımdır. Deyirlər onda daha yaxşı qulaq asır. Gedirik indi qaranlıq otağa. Dalaşmayın, dalaşmayın. Nəbi! Ay Nəbi! Hə, Ay gəl görün bura. gələm. Bu halal da ona, satıb hamısını. Gəl bura. Ona da. Ona quşlardır. Bunlar əla quşlardır bunlar. Quşbaz Nəbi. Hardan almısan bunları? Bunu mən yəsi verdi ki, bunları bir də müayinə elə, həm də danışdır da bunları. Yaxşı elədim. Sən xeyr ola burada. Ay işte işdən gəlirdim, dedim bir gəlim sənə dəyim, amma halaldırsa. Demək olar ki, 90% bankələri satmısan. Bir dənə bankə qalmayıb. Görürsən, burada neçə dənə bankə, orada neçə dənə bankə. Halaldır. Nə deyirdin sən? Heç də deyirəm ki, halal olsun da, satmısan. Gör nə qədər demək olar 90% gedib, bir damcı banka qalıb burada. Ola bilər yarısını satmışam, yarısını da Nazlı mən olmayanda satıb. Evə tərəf gedirəm, hə? Nəsə lazımdır sənə? Evə tərəf gedirəm, nəsə lazımdır? Yox, heç nə lazımdır. Heç nədir. Halal olsun. Özdən müqayisədə birinci dəfə ki, səndən belə xeyirli iş görürəm. Sağ ol. Rahat uzan, burada yol adam yoxdur ki. Yox, belə yaxşı, narahat olma. Sənin gözlərinə qurban olaram. Nə olub sənə? Cinayətə yorğunam biraz ona görə. Yaxşı, pirog bişirmişəm. Çayla gətirim içirsiniz? Mən istəmirəm. Nazlı istəmirsən, mən də istəmirəm. Ay Nazım, bax, açsan deyə heç nə yemirsən deyə başın gicəllənir. Gətirim də biraz yemək gətirim heç olsa biraz ye. Nərmiş istəmirəm valla, çox sağ ol. Kimsə mənim qızımın xətrinə möhkəm dayıb. Amma kim? Bəlkə sən Güllüdən soruşasan. Ay papçıqa, soruşmuşam, heç nə demir. Bilmirsən onu, ağzına söz almaq olmur. Yoxşud da, mərd qızdır o. Papçıqa, bu dəqiqə onun mərdliyi bizə lazım deyil də. Mən qorxuram ki, Nazlı pis olar, daha da halı pisləşər. Bu qız nə çay içir, nə çörək yeyir, su belə içmir. Nəsə ağır depressiyadadır. Nəysə, əlimizi Allahdan üzməyik də. Neyinirsən az sən?
Araşdırma aparıram Yaşar. Nə araşdırması? Yaşar, Hə? bu maşının içində qız əşyaları var. Bu maşından qız ətrinin iyisi gəlir. Bu maşın əgər sənin müştərininsə, müştərin qızdır? Yox, kişidir. Əgər kişidirsə, sənin bu müştərin nə işlər qaynadır? Qız, bir dəqiqə qulaq as. Burnuvu hər yerə soxma. Belə lazımdır, belə də eləyirəm. Qutardı, getdi, uzatma. Yaşar, Hə? yoxsa sən sevgili və maşın almısan, hə? Təsdiqlədi. Sən başın xarabdır az. Mən özümə maşın ala bilmirəm. Hər kim hansısa qıza maşın alacam da qutarım bu söhbətləri yedi. Onda bayaqki qadın düz deyirmiş. Onun əri sevgilisinə maşın alıb, gətirib sən də bizim həyatda saxlayırsan. Sən nəyi mal alırsan, hə? Bir dəqiqə qulaq as, bir dəqiqə qulaq as. Asar ver mənə. Ala. İşdən gəlmişəm bayaqdan səni gözləyirəm. Bir gəl, bir çaydan ver, çörəkdən ver, bir yeyim də. Gəl bura. Bax, işi gücü qutarıb bu da, bu aradan bağlanır ha. Mən bağlamışam. Bık. Sən nəyisə mal alırsan, Yaşar. Bax, mənə düzünü demirsən. Nə var, mən özüm biləm nə edirəm. Sən bilirsən, mən bilmirəm, mən də bilmək istəyirəm. Hadi bilərsən sonra. Salam. Salam. Necəsən? Elə də şükür. Yaxşıyam. Sən necəsən? Günün necə keçib? Mən də həmişək kimi. Həkimlik necə olur? Müalicə, yorğunçuluq, xəstələr. Yorulmayasın. Çox sağ ol. Sən elə çox baxarsan o dükana. Güllü, danışığına fikir ver də, yekə qızsan. Ayıbdır axı. Elə yanındakına layiqsən. Güllü, xahiş edirəm, ağzına gələni danışma da. Ay xanım, mən sizə neynəmişəm axı? Nə istəyirsiniz məndən? Yaxşı artistliyi saxla. Sən də xəbərdarlıq eləyim, Nazlı dayı dükana gəlməyəcək. Bağlandı o söhbət. Bir də yuxunda görərsən sən Nazlını. Gülmə az. Hə, Nemət. Ali təhsillidir. Menecerlikdir. Bilirsən, onun maaşı mənim üçün maraqlı deyil. Əsas odur ki, deməli, Nazlının fikri dağılsın. Sənə bir yaxşı qonaqlıq söz verirəm mən. Yaxşı, sağ ol. Yaxşı, sağ ol. Kişi, Nazlını işə düzəldirsən? Mən niyə xəbərim yoxdur? Özündən soruş da. Neçə vaxtı yaman gündədir, bir dəfə maraqlanmışsan? Əhməd papa, Nazlının halı heç yaxşı deyil. Sağ olsun. Nərmin, Nazlının dalican fırlanır ki, birdən yıxılar başına bir iş gələr. O dərəcədə pisdir, yəni. Biz ailəyik. Dar gündə bir-birimizin yanında olmalıyıq. Sən isə Nazlı ilə bir dəfə də olsun maraqlanmamısan. Əhməd papa, əsəbləşməyin. Əsas deyin görün, bu psixoloq nə dedi? Psixoloq deyir ki, aurası, mühitin dəyişməlidir. Nazlı kollektivdə olsa, yenə fikri dağıla bilər, depressiyadan çıxa bilər. Bundan artıq nə deyə biləcək? Harada deyil Nazlı? Çağır görüm, özün bu günü niyə salıb ki? Nazlı! Nazlı yoxdur, çıxdı hava almağa. Bu saatda? Hava almağın saati olur. Çağırma onu. Dəli eləyərsiniz yəni onu, lazımdır. Gəl, geç. Əzizim, inan ki, onun kim deyirsə yalan deyir. Gözünün içinə qədər yalan deyir. Mən o adamı tanımıram, nə də maşın zadalı verməmişəm axı. Bəs o həyasız hər yerdə paylaşıb ki, sən almısan, hələ maşında şəkilləri də var. Əzizim, nə olsun deyir, elə hər deyilənə inanacaqsan, şəhərdə də atır üstümə. Yox, hələ sənin o maşının salonunda, maşının yanında da şəkillərin var, görmüşəm. Əzizim,
Əzizim, sən də elə danışsan ki, inanma elə şeyə. Yaşar, bu qadın yenə gəlib. Bu nə oyun deyə belə mən başa düşə bilmirəm. Ay xanım, Nədir sizə bu? salam əleykum. Salam. Çox üzr istəyirəm. Bax siz kimsiz? Bax yenə nəyə gəlmisiniz? Maşın sizindir çöldəki. Bəli, mənimdir. Amma mən sizə atçot verməliyəm. Sizi tanımıram, bir şey eləmirəm də qutarın da. Yaşar, what do you do, hə? Ay, sakit dur, sonra başa salaram. Yaşar, kim almısan sən bu maşını, hə? Heç hələ bilmirik. O alıb yoxsa mənimki. Sənədlərini ver. Mən baxsam biləcəm. Gözlə. Buyurun xanım. Bu da maşın sənədləri. Buyurun baxın. Gördünüz, bax mənim ad familiyam. Burada da bax, tek pasportda da mənim ad familiyam. Yaşar. Bəs bu maşın sənin deyildi. Bəs bu maşını sən almamışdın, hə? Mənim maşınımdır özdə xanım. Gördünüz də sənədli sübutdur. Mən sizə izah elədim ki, maşın mənimdir. Vəssalam. Heç inanmıram. Ötə yəni bu. Var idi axı. Hamısı sizə görə oldu. Bax sizə görə. Birinizlə bir kəlmə danışmadınız. Nə olardı bir kəlmə danışardınız da siz. Başım qarışdı sizə mallar yoxdur. İndi mən kimə deyim dərdimi? Hə? Mən mağaracam eləsin. Sana o malların yarısı yoxdur ya. Yoxdur, malların yarısı yoxdur. Kimə deyim dərdimi? Buna bax dalını çevirin mənə. Dayan Yaşar, dayan. Qoy zəng eləsin. Elə. Bəlkə elə bu kişinin adını almısan sən. Şübhələnməyim səndən. Dayan, mən tapacam o nömrəni. Zəng elə görək bu maşın bunlardan hansının adınadır? Kim alıb, hansı alıb? Bildik. Yaşar, sənin adın adama görə kim alıb? Hadi bir də götür. Mən o Ailə Dağdana zəng eləyəcəm. Ay xanım, narahat edirsiniz məni. Sizdən şikayət eləyəcəm. Az. Hələ dayan görüm, yekə-yekə danışma orada. De görüm bu maşın bunlardan hansı alıb sənə? Yaşqa, balam, tapdılar səni. Yaşar. Yaşqa balam nədir, hə? Hadi, Yaşqa balam Bir nədir? dəqiqə dayan, başa salacağım da səni bir dəqiqə dayan da. Bir maşını aldın, burnundan gətirdilər. Nə deyir bu qadın? Hə də mən almışam xanım, eşidirsiniz məni? Mən almışam o xanıma maşını. Vəssalam şu tamam. Bax mən. Eşitdim dükanı işlətmirsən. Hə, sonra? Sonrası odur ki, düşündüyümdən də ağıllısan. Sənlə danışmağa halım yoxdur, çəkil. Gözlə görüm. Deyirsən ağıllısan dedim deyə səhv başa düşüb çaşma. Bundan da bətər oyunlar açaram başıva. Nə oyunlar açarsan? Çox oyun açaram, Burada səni görməyim, Xəzərin ətrafında heç görməyim.